Değerli izləyicilərimiz, hər vaxtınız xeyir olsun. Salamlayıram hər birinizi. Kanalımıza gələn müraciəti diqqətinizə çatdırmaq istəyirəm. Onu qeyd edim ki, bizim kanalımıza gələn müraciət Elvin Dadaşlı ilə bağlıdır. Yəni, Yadullah oğlu Elvin Dadaşlı. Məktub bizə göndərən şəxsin adı isə nəzərinizə çatdırıram ki, Dadaşov Fazil Ağababa oğlu və eyni zamanda Babayev Tofiq Babacan oğlu tərəfindən məktub kanalımıza daxil olmuşdur. Və mən sizi çox intizarda saxlamıram. Elvin Dadaşlı ilə bağlı yazılan ərizəni sizin hər birinizin diqqətinizə çatdırıram, eləcə də aidiyyəti qurumların diqqətinə. Ərizədə qeyd olunur. Yazıb sizə bildirir ki, Elvin Yadullah oğlu Dadaşlı 2022-2024-cü il tarixdə Salyan rayon Qaraçala qəsəbəsi Arxarası kənd ümumi orta məktəbinə 28-8-ci ay 2024-cü il tarixində isə Salyan rayon Kərimbəyli kənd Həsən Şahbazov adına tam orta məktəbinə direktor vəzifəsində işləməyə başlamışdır. Oradan da 7-ci 4-cü ay 2025-ci il tarixdən işdən azad edilmişdir. Hər iki məktəbdə işlədiyi müddətdə ciddi kobud nöqsanlara yol vermişdir. Belə ki, Respublika Prokurorluğuna, Korrupsiya İdarəsinə, Prezidentə, Vitse-Prezidentə, Təhsil Nazirliyinə edilən şikayətlərdən sonra Azərbaycan Respublikasının Baş Prokurorluğu yanında Korrupsiya qarşı mübarizə baş idarəsinin 161 qaynar xətt əlaqə mərkəzinə daxil olmuş müraciətimizə vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının qanunu tələblərinə müvafiq olaraq baxılmış və ümumi təhsil müəssisəsinə aid tədris pedaqoji sənədləri aparılması və saxlanması haqqında kobudcasına pozulması müəyyən edilmişdir. Həmin nöqsanlara görə Şirvan Salyan Regional Təhsil İdarəsi tərəfindən müvafiq tədbirlər görülmüş, 7-ci 4-cü ay 2025-ci il tarixdən Kərimbəyli kənd tam orta məktəbindən azad edilərək əmək müqaviləsinə xitam verilmişdir. Çox əfsuslar olsun ki, Elvin Dadaşlının işdən azad edilməsini Şirvan Salyan Regional Təhsil İdarəsinin direktorun öz ərizəsi ilə, öz təşəbbüsü ilə işdən azad edilməsi kimi göstərmişdir. Bu cür göstərilməsinin səbəbi hələ Elvin Dadaşlı Qaraçalar qəsəbəsi Arxarası kənd ümumi orta məktəbində direktoru işlədiyi müddətdə Şirvan Salyan Regional Təhsil İdarəsinin sabiq müdürü Sənan Mənsimli ilə dostluq əlaqələrin ən yüksək səviyyədə olmasından irəli gəlir. Sənan Mənsimli hal-hazırda Qarabağ Regional Təhsil İdarəsinə rəhbərlik etsə də, həm də Şirvan Salyan Regional İdarəsində öz dostları Hüseyin Hüseynli, Müşfiq Dadaşov və digər həmyerlilərini yerləşdirməklə oranı da idarə edir. Elvin Dadaşlının Kərimbəyli kənd tam orta məktəbindən işdən azad edildikdən sonra Sənan Mənsimli onu öz yanına apararaq Ağdam rayon sektorunda ona iş vermişdir. Sual olunur. Salyan rayonun Qaraçala qəsəbəsi Arxarası kənd ümumi orta məktəb və Kərimbəyli kənd tam orta məktəbində kobud nöqsanlarla işdən azad edilmiş Elvin Dadaşlının Sənan Mənsimli ilə nə məqsədlə məhz Qarabağ Regional Təhsil İdarəsinə aparmış və işlə təmin etmişdir. Hansı bağlardır ki, Elvinlə Sənan Mənsimlini əlaqələrini birləşdirir? Sənan Mənsimli Şirvan Salyan Regional Təhsil İdarəsində Elvin Dadaşlı tutduğu iyrənc əməlləri Qarabağ Regional Təhsil İdarəsində də mi davam etdirmək istəyirlər? Azərbaycan Respublikasının Prokurorluğuna, Vitse-Prezidentə, Təhsil Nazirliyinə və digər təşkilatlara Elvin Dadaşlının iki məktəbdə qanunsuz hərəkətləri barədə yazılan şikayətləri Salyan Prokurorluğunda Salyan rayon Prokurorluğunun böyük müstəntiqi, 2-ci dərəcəli hüquqşünas Yaqubov Amil Fərhadoğlu tərəfindən araşdırma aparmışdır. Bildirir ki, Amil Yaqubov araşdırmanı tam hərtərəfli və şəffaf aparıldığını qeyd etsə də, araşdırma ərizədə göstərilən bəzi ciddi nöqsanların üzərindən səthi keçməklə həyata keçirilmişdir. Belə ki, şikayət ərizəsindən sonra məktəbin direktoru Elvin Dadaşlı Salyan rayon prokurorluğuna çağırılmış və ondan izahat alınmış. Eləcə də Elvin Dadaşlıya yaxın müəllimlərdən izahatlar alınmışdır. Fazil və Bəhruz müəllimin dediklərinə məhəl qoyulmamış və dedikləri nöqsanlar açılmamış qalmışdır.
Ərizədə göstərilən nöqsanlar məktəbdə araşdırılma aparılmadan bəzi müəllimləri prokurorluğa dəvət etməklə araşdırılmışdır. Belə ki, yuxarıda qeyd etdiyim kimi Elvin Dadaşlı Arxarası məktəbin 6-cı sinif şagirdi 15 sentyabr 2024-cü il tarixdən 3 mart 2025-ci il tarixinə kimi həmin məktəbdə jurnalda adı olub, özü isə məktəbə gəlmədiyi üçün müəllimlər ona qiymət yazmayıblar. Birinci yarım il qiymət yazılmayıb. Elvin Dadaşlı Kərimbəyli məktəbinə keçəndən sonra 2025-ci il martın əvvəlində onun Kərimbəyli məktəbinə yerləşdirmə etmiş və bir ay sonra isə Xalat kənd orta məktəbinə keçirmişdir. Elvin izahatında yazır ki, yerdəyişmə açılmadığı üçün müvəqqəti olaraq Kərimbəyli məktəbinə gətirdim. Ona hansı əsasla yerdəyişmə təsdiqlənməmiş oğlunu Kərimbəyli məktəbinə gətirib. Bu uşağın sonraki talehi necə olacaq? Qiymət almadan sinifdən sinifə necə keçəcək? Salyan prokurorluğuna çağırılan Arzu Əliyeva öz izahatında yazır ki, hal-hazırda Salyan rayon Çadırlı kənd ümumi orta məktəbində direktor işləyirəm. Arxarası məktəbində işlədiyi dövr ərzində Elvin Dadaşlıya əlavə dərs saatına görə pul verməmişəm. Ancaq Arzu Əliyevanın səs yazısında o deyir ki, mənə verəcəyi əlavə dərs saatına görə Elvin Dadaşlıya 700 manat pul verəcəm. Həmin pulun 300 manatını Elvinin atasının kartına attım, qalan 400 manatı isə sonra atacağını bildirib. Lakin aralarında problem yarandığı üçün qalan məbləği ona vermədi. Zeynalov Bəhri Zöhrəboğlu, Qaraçala qəsəbəsi Arxarası kənd ümumi orta məktəbinin Azərbaycan və ədəbiyyat müəllimi öz izahatında bildirir ki, 18 saat dərs yükün Elvin Dadaşlı ondan alaraq vakansiya çıxarmış və mənə 11 saat dərs vermişdir. Hansı ki, mən həmin məktəbdə uzun illərdir çalışıram. Əlavə olaraq, Elvin Dadaşlı bildirmişdir ki, sən mənə 700 manat ver, mən sənə 2 saat dərnək verim. İmkanım olmadığı üçün o pulu mən ona verə bilmədiyim üçün dərsimi alaraq vakansiya çıxartdı və mənə 12 saat dərs verməklə kifayətləndi və yeni müəllim gətirdi. Əhmədova Şövkət müəllimin izahatında bildirilir ki, Elvin Dadaşlı Arxarası məktəbində işlədiyi müddətdə normal işləmişdir. Hansı ki, 2012-ci il tədris ilində riyaziyyat səhifəsi mart ayından sonra yazılmamış, ancaq Elvin Dadaşlı əmək haqqını almışdır. Bundan başqa riyaziyyat fənni səhifəsi bəzi səhifələrdə Elvinin adında olsa da, başqa riyaziyyat müəllimi tərəfindən yazılmışdır. Xətlər yoxlanılsa, bu üzə çıxacaq. Səidə Şəmsəddin qızı Arxarası məktəbində müəyyən müddətdə məktəb müəllimi gətirmişdir. Hansı məqsəd, nə üçün gətirmişdir? Məktəbin müəllimlərinin hamısı Səidə Şəmsəddin qızını görməyib və onu tanımadıqlarını bildirirlər. Nəyə görə Elvin Dadaşlının direktor işlədiyi dövrdə kimya fənni vakansiya çıxarılmamış və gizlədilmişdir? Niyə? Çox maraqlıdır. Salyan rayon Arxarası kənd ümumi orta məktəbində 2023 dekabr 2024-cü ilin yanvar-fevral aylarında prezident seçkilərində iştirak edən, müəllimlərin dərslərini əvəz edən, müəllimlərin dedikləri dərs saatlarını əlavə dərs cədvəlində keçirilməsini, yoxlanılmasını və əvəz olunma jurnalı ilə uyğunluğunun yoxlanılsın. Əmr kitabında bunun əmrləşdirilməsi araşdırılsın. Elvin Dadaşlı Kərimbəyli kənd tam orta məktəbində direktor işlədiyi dövrdə 2024-cü il noyabr, dekabr və 2025-ci ilin yanvar ayından keçirilmiş bələdiyyə seçkisində iştirak edən müəllimlərin kimlər tərəfindən əvəz edilməsi, əlavə dərs cədvəli ilə uyğun olub olmaması və əvəz olunma jurnalında necə əks olunması araşdırılsın. Əmək kitabı ilə əlaqəsi araşdırılsın. Kərimbəyli kənd tam orta məktəbində 2024-2025-ci il tədris ilində yarım qruplar bölünən ingilis dili üzrə bölünən siniflərə məktəbdə otaq çatmadığı halda bölmüşlər. Otaq olmadığı halda siniflərin yarım qruplara bölünməsi maliyyə pozunu deyilmi?
Biz demokratik bir dövlətdə yaşayırıq. Prezidentimizin daxili və xarici siyasətini daim dəstəkləmişik. Azərbaycanın hər bir bölgəsi bizim üçün əzizdir. Həsrətində olduğumuz Qarabağ bizim üçün daimi əzizdir. Çünki bu torpaqlarda minlərlə övladlarımız şəhid olub. Qoymayırıq ki, Sənan Mənsimli və Elvin Dadaşlı kimiləri öz çirkin əməllərini Qarabağ Regional Təhsil İdarəsinə davam etdirsin və gec-tez haqq ədalət öz yerini tapacaqdır. Bu məktub bizə, dəyərli izləyicilərimiz, onu qeyd edim ki, Dadaşov Fazil Ağababa oğlu və eyni zamanda Babayev Tofiq Babacanoğlu tərəfindən göndərilib. Biz yenə deyirəm buradan, burada səsləndirilən iddialarla bağlı qarşı tərəfində mövqeyini hər zaman işıqlandırmağa hazırıq. Elə yeri gəlmişsə biz onu qeyd edim ki, Elvin Dadaşlı ilə, yəni qarşı tərəf olaraq Elvin Dadaşlının adı çəkilir burada. Biz Elvin Dadaşlı ilə əlaqə saxladıq. Elvin Dadaşlı isə bizə belə bir mövqeyi verdi. Zəhmət olmasa mən xahiş edirəm rejissorumuzdan o səsi təqdim etsin. Kanal Erendir'in rəhbəridir, Fərhad müəllimdir sizinlə danışır. Aha, buyuruz. Deməli, bizə məktub daxil olub, elə qarşımda deyə ona baxıram. Onunla bağlı sizi narahat edirəm. Dadaşov Fazil tanıyırsınız belə bir şey? Xeyr, tanımıram. Ağababa oğlu. Xeyr, tanımıram. Babayev Tofiq Babacanoğlu. Xeyr, tanımıram. Heç birini tanımırsınız. Xeyr. Amma bunlar maşallah olsun sizi qəşəng tanıyır. Ola bilər. Məktəb direktoru işləmirsiniz də, eləmi? Biz tanımırıq da. Bəli? Biz tanımırıq da onları. Bildim, deyirəm siz məktəb direktoru işləmirsiniz də, elə? Nəylə bağlı siz? Siz zəhmət olmasa rəsmi şəkildə müraciət edin, biz rəsmi şəkildə cavablanacaqdır zəhmətimizə. Adamdan söz soruşanda rəsmi şəkildə müraciət edirlər. Bəli dostlar, bu da Elvin Dadaşlının səs yazısı. Və qeyd etdi ki, bu günlərim qeyri-iş gün olduğu üçün növbəti iş günlərində zəng edin. Biz zəng etdik, sadəcə bizim telefonu necə deyərlər, götürmədi. Suallarımızdan demək olar ki, yayındı. Və eyni zamanda mən buradan Elvin Dadaşlıya qeyd etmək istəyirəm ki, adı çəkilən şəxslər ki var, yəni mən sizə qeyd etdim, Fazil Ağababa oğlu Dadaşov və eyni zamanda Tofiq Babayev, Babacanoğlu. Siz bu şəxsləri tanımadığınızı qeyd edirsiniz. Lakin mən onu qeyd edim ki, həmin şəxslər sizin müəlliminiz olub. Siz necə onları tanıya bilmədiniz? Zəfər yolu şeiri yazan, Mübariz İbrahimova şeir bəstələyən, Azərbaycanın əksər tarixi abidələrinə şeir həsr edən Fazil Çolanlını tanımadınızmı? Sizə sual verirəm. Eyni zamanda ona böhtan ataraq, töhmət yazdırıb, sosial şəbəkələrdə paylaşım edən Fazil Çolanlını tanımadınızmı? Mən bilirəm ki, tanıyırsınız, sadəcə olaraq bilmirəm niyə belə dediniz. Hər halda siz daha yaxşısını bilirsiniz. Ümid edirik ki, bu haqda, yəni Elvin Dadaşlı haqqında ölçü götürüləcək. Allah'a emanet olun dəyərli izləyicilərimiz, özünüzdən müğayyət olun. Biz qarşı tərəfində mövqeyini dinləməyə hazırıq.